Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Allahım, qəlblər sənə tərəf yönəlib, boyunlar uzanıb, gözlər sənə dikilib, ayaqlar sənin yoluna qoyulub və bədənlər zəifləyib. Allahım, gizli düşmən üzə çıxdı və kin qazanları qaynadı. Allahım, Peyğəmbərimizin olmaması, düşmənlərin çoxluğu, istək və düşüncələrimizin pərakəndəliyindən sənə şikayət edirəm. Ey Rəbbimiz, bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı sən hökm verənlərin ən yaxşısısan. İsraf etmə, mötədil ol. Bugün səhərin fikrində ol. Malından öz ehtiyacın qədər dala at. Artığını ehtiyac günün üçün qabağa göndər. Allahın sənə təvazökarlara verəcəyi mükafatı verməsinə ümid bəsləyirsən. Halbuki Allah yanında təkəbbürlülərdənsən. Allahın sənə sədəqə verənlərin mükafatını vacib etməsi və verməsinə hərissən. Halbuki eyş-işrətə qərq olub aciz, biçarə, dul qadın və yoxsulları ondan bəhrələndirmirsən. İnsana ancaq və ancaq öncə gördüyü işə görə mükafat veriləcək və o, əvvəlcədən göndərdiyi yerə daxil olacaq. Salama layiq kimsəyə salam olsun. Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra insanı onun əldən çıxarmamalı olduğu şeyə çatmaq sevindirir. Əldə edilməsi olmayan şeyə çatmaq isə kədərləndirir. Buna görə də gərək sevincin axirət mənfəətinə görə olsun ki, onun əldə edilməsi vasitəsini dünyada tapmısan. Həmçinin qəm-qüssən əldən çıxmış axirət xeyri üçün olmalıdır. Dünyadan əldə etdiyin şey üçün çox sevinmə. Dünya malından əldən çıxmış şeylər üçün qəmli və səbirsiz olma. Sənin səy və təlaşın gərək ölümdən sonraki işlərdə olsun. Mənim sizə vəsiyyət və tapşırığım Allaha heç nəyi şərik qoşmamağınız və Məhəmməd sallallahu əleyhi və alihin sünnəsini məhv edib aradan aparmamağınızdır. Bu iki sütunu dikəldin, bu iki çırağı nurlandırın, siz məzəmmət edilib qınanmazsınız. Mən dünən sizin dost və yoldaşınız idim. Bugün isə sizin üçün ibrət və nəsihətəm. Sabah sizdən ayrılacam. Əgər qalsam, öz qanımın ixtiyar sahibiyəm. Əgər ölsəm, ölüm mənim vədə yerimdir. Əgər bağışlasam, bağışlanmaq mənim üçün itayət və bəndəlikdir. Bağışlamaq sizin üçün xeyirxahlıqdır. Belə isə bağışlayın. Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayan və rəhm edəndir. Allaha and olsun ki, ölümlə mənim yanımda xoşlamadığım gəlməyəcək və istəmədiyim bir şey aşkar olmayacaq. Mən su axtararaq tapan və bir şeyin arzusunda olub əldə edən şəxs kimiyəm. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir. Bu, Allahın bəndəsi və möminlərin başçısı Əli ibn Əbu Talibin Allahın razılığını əldə etmək üçün öz əmlak və malı barəsində göstərişidir ki, Allah onun səbəbi ilə məni cənnətə daxil etsin və mənə ona görə rahatlıq əta etsin. Tapşırıqlarımı Həsən ibn Əli yerinə yetirəcək. O mənim mal və sərvətimdən layiqli şəkildə sərf edəcək və doğrudan da ehtiyacı olan kimsələrə bağışlayacaq. Əgər Həsənin başına bir iş gəlsə və Hüseyin sağ olsa, mənim Həsəndən sonraki vəsi və canişinim odur və mənim tapşırıqlarımı onun kimi yerinə yetirər. Əlinin hədiyyəsindən Fatimənin 2 oğluna, Əlinin digər oğlanlarına çatan qədər çatır. Mən bu işin öhdəçiliyini Fatimənin 2 oğluna, Allahın razılığını əldə etmək, Həzrəti Peyğəmbərə yaxınlaşmaq, ona ehtiram və
o həzrətlə qohumluq şərəfinə görə verdim.